Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Goranboy rayonunda yeniyetmə elektrik cəryanı vurması nəticəsində ölüb. Xəbər verilir ki, hadisə rayonun Dəliməmmədli şəhərində dəmiryol vağzalında baş verib. İlkin ehtimala görə qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü şəxsi elektrik cəryanı vuraraq öldürüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma başlanılıb. Gəncədə yük avtomobili yanıb. Xəbər verilir ki, hadisə şəhərin Sevil Qazıyeva küçəsində qeydə alınıb. Belə ki, Elşən Cəfərova məxsus Ford Transit markalı yük avtomobilində yanğın baş verib. Sürücü yanğını söndürməyə çalışarkən müxtəlif yanğın xəsarətləri alıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğını söndürənləri cəlb edilib və alov söndürülüb. Maşın yararsız vəziyyətə düşüb.